Yani bunu müəyyən etməyin bir neçə üsulu var. Birincisi, sonuncu həyata keçirdiyiniz 2 əməliyyatı zəng edən şəxsdən soruşun. Çünki zəng edən şəxs əgər sizin bank məlumatlarınızı görürsə, sonuncu dəfə kartdan istifadə etməklə hansı əməliyyatı həyata keçirdiyinizi görəcək. Məsələn, bir marketdə alış-veriş eləyibsiniz və yaxud da onlayn alış-veriş eləyibsiniz və yaxud da yanacaq doldurma məntəqəsindən benzin mi alıbsınız? Bəli. Bunu görəcək və sizə son 2-3'ü sadalayacaq və bunu sadalaya bilirsə, deməli etibar eləmək olar ki, bu bankdır. Bunun bank olduğunu etibar eləmək olar və yaxud da ki, çox sadə bir yol da var əslində. Bunu zəng edən nömrəni geri yığmaqla da mümkündür bu. Çünki zəng olunan nömrələr adətən fərqli dövlət nömrələrindən zəng olunur. Məsələn, Türkiyə nömrəsindən zəng gəlir, mənim hansısa bankda olan hesabımla bağlı güya ki, təhlükəsizlik məndən əməkdaşıdır. Yəni, zaten orada bir anlaşılmazlıq var. Yəni, Azərbaycan nömrəsi deyil, nömrəni geri yığmaq olmur. Bu birinci üsul. İkinci isə əgər nömrə uyğun gəlirsə, şəxs sözünü təqdim edirsə, siz ona çox sadə ki, sual verə bilərsiniz. Əmin olmaq üçün ki, xahiş edirəm mənim son yerinə yetirdiyim 2 bank əməliyyatını bildirin. Onlar sizə əgər 2, 3, 5'ini sayacaq sözsüz ki, əgər məlumatlar gözün qabağındadırsa siyahı şəklində, artıq etibar edə bilərsiniz ki, zəng edən şəxs bank əməliyyatçısıdır. Ən yaxşısı isə ümumiyyətlə bildirə bilərsiniz ki, bu mövzu ilə bağlı mən banka yaxınlaşaram. Yaxınlaşın, yəni vaxtınız varsa, vaxt itirmək istəmirsə dediyim kimi bunları müəyyən edə bilərsiniz. Bu çox əla bir metoddur və oradan da